Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Bugünkü mövzumuz bizim hökmdar şah babamız Babək olacaq. Xürrəmilər hərəkatının banisi, lideri, hökmdar şah babamız Babək. Təkrarən dedim. Bunu mən niyə deyirəm? Bilirsiniz ki, çoxlarınız bilirsiniz, iyul ayının biri bizim bu babamızın doğulduğu gündür. Bilirsiniz, indiki Cənubi Azərbaycanda, Bilalabadda dünyaya gəlib. Ben de yəqin ki, bir çoxları onun tərcümə halında bilir, bilməyənlər də var. Əsasən Babək haqqında ərəb tarixçilər də yazıb və təbii olaraq ərəb tarixçilər də Babək haqqında heç vaxt yaxşı şey yazmazlar. Ona görə ki, Babək ərəb xilafətinə qarşı döyüşüb. Ona görə də ərəblərə qarşı döyüşüb. Ona görə də heç də ərəb tarixçiləri onun haqqında yaxşı fikir söyləməzlər, yazmazlar. Yəni ərəb tarixçiləri yazıb onun haqqında, başqa heç bir tarixçi Babək haqqında yazmayıb. Məni isə başqa şey maraqlandırır. Biz demək dünən biz Facebook şəbəkəsində və digər sosial şəbəkələrdə bizim bu mərhum babamızla bağlı bir yazı paylaşdım, bir şəkillə paylaşdım. Çox qəribə bir şeylər oldu. Yəni burada çoxları yazdılar, çox baxışlar olub, çox yazılar yazıb. Və bir nəfər də mənim paylaşımımı paylaşıb təkrarən Facebook səhifəsində və qadındır bu adam, indi qadın adı ilə, qadın şəkli ilə paylaşıb. Onun da bir mindən çox orada kommentlər yazıb əhalidə, baxıram orada. Demək bu nə yazıb? Başlığı belə yazıb. Babək Xürrəmiddin türk olmayıb. Təkrar edirəm, bunun yazdığı başlığa. Babək Xürrəmiddin türk olmayıb. Və Babək yaşayan dönəmlərdə Azərbaycan ərazisində türklər yaşamayıb. Bunu yazıb və onu mən də sizə deyəcəm, onun altından yazanlar da haqqında da sizə məlumat verəcəm indi. İlk öncə buna qoy münasibət bildirim. Demək, Babək Xürrəmiddin yazır. Görün bu insan nə qədər hər şeydən uzaqdırsa, heç ümumiyyətlə Babək haqqında anlayışı yoxdur. Mən buradan onun nəzərinə çatdırmaq istəyirəm və ona dəstək verənlərin, tək indi bu Facebook səhifəsində deyil, mən ümumiyyətlə çox eşidirəm və çox görürəm, çox rastıma çıxır, tədbirlərdə də görür. Bəzi adamlar var, Babək haqqında yazır ki, bu talışdır. Elə burada da, bu yazıda da o yazılıb. Demək, mən buradan ilk öncə demək istəyirəm ki, ay bunu paylaşam. Babək Xürrəmiddin deyə bir şey yoxdur. Çünki Xürrəmi din olmayıb. Xürrəmi hərəkat olub. Xürrəmilər hərəkatı. Ona birinci başçılığı Cavidan eləyib. Cavidanın ölümündən sonra Babək keçdi ora. Bu Xürrəmilər hərəkatıdır. Xürrəmi din olmayıb belə bir şey. Xürrəmlərin özlərinin inancları olub və həmin onların inanclarını da ərəb tarixçiləri çox çirkin yazıb çatdırıblar bugünkü günümüzəcən. Təbii ki, Tanrımız, uca Tanrımız onların bəlasını versin o tarixçilərin. Hamısı yalandan yazıblar. Və Babək deyir, yaşayan dönəmdə Azərbaycanda türk yaşamayıb. Babək 680-ci ildə dünyaya gəlib. 680-ci ildə. Miladi tarixi ilə 680-ci ildə Bilalabadda. Strabon
Yunan alimi özəki çox imkanlı ailədə böyüyüb o zamanında, dövründə. Strabon isə yaşayıb milatdan 64 il öncə. Strabon. Baxın görün, hardasa Babəklə Strabonun arasında 730 ilə qədər, 720 ilə qədər fərq var. Yəni Strabon böyükdür yaşda Babəkdən. Strabon yazır ki, o vaxt Azərbaycan ən qədim yaşayış məskənlərindən biridir. Hətta Strabon yazırdı ki, Alban, bax, Qafqaz Albanı deyirdilər, indi bizə belə gəlib çatdırıblar, güya deyək də, Bərdədə falanda, Qəbələdə Alban kilsələri var falanı filanı. Hətta Strabon deyirdi ki, o Alban olmuyor, o olub Alpan. Yəni Alp, bilirsiniz, Alp nə deməkdir türkçədə? Yəni türklər yaşayıb burada. Alp igid ərən, anda məkan bildirəndir türkçədə. Elə bu gün də var, məsələn, Lənkəran, Mərdəkan. An o deməkdir, Alpan. Yəni bunun tərcüməsi o olur ki, Alban yox, Strabon deyir, Alpan olub. Tərcüməsində belə verir ki, Comərdlər ölkəsi. Comərdlər ölkəsi, Alpan. Və onu da ona əsaslandırır. Və bu günləri də Qubada Alpan kəndi var. Alban deyil ha, Alpan. Bunu da bu tərəfə qoyuruq. Strabonun da bu fikrini bu tərəfə qoyuruq və buradan deyirik ki, Azərbaycanın ərazilərində Şumerlər, Saklar, Massaketlər yaşayanda bunlar türk tayfaları olublar. Babək yox idi, nə izi var idi onun, nə tozu var idi. Bu ərazilərdə, istəyir Cənubi Azərbaycanda, istəyir Şimali, Quzey Azərbaycan ərazilərində hər zaman türk soylu tayfalar yaşayıblar. Əgər sən bunu bilmirsənsə və bunu sən yox, sizlər bilmirsinizsə, gedin, açın tarixi, oxuyun, baxın. Görün, Babəkdən öncə, 4000 il öncə Babəkdən Azərbaycanın ərazisində türk soylu tayfalar yaşayıblar. Azərbaycanda, Qubada, o Qudyal çayda nədir, kənarında ilk yaşayış məskənlərini təsdiq edən orada insan sümükləri çıxıb. Füzulidəki o Azıq mağarası falan filan və ilaxır Azərbaycan ərazisində və türk soylu tayfalar yaşayıblar burada. Yəni qədim yaşayış məskəni olduğu kimi qədim türk tayfaları da Azərbaycanın ərazisində yaşayıblar. Yəni bu sizin bu adamların sorğusuna cavab verirəm. Yəni bu fikirlərinə. Qaldı ki, Babəkə Fars demək, mən nə bilim, Talış demək, mən nə bilim. Məsələn, mən də oxumuşam onu Ziya Bünyadovdan. Ziya Bünyadov Babək əsərində orada bir şey vurğulayır oradakı. Babəkin milləti dəqiq olmayıb. Babək Fars olub ya Talış olub, belə bir şey orada qeyd edilir, üstü örtülür. Niyə? Babəkin dəstəsində ola bilsin ki, döyüşüblər Talışlar, o demək deyil ki, o Talış olub. Babəkin ən yaxın adamı kim olub? Əzrək. Əzrək kim idi? Əzrək ərəb idi də. Nə olsun ki, Əzrək ərəb idi. Ərəb xilafətinə qarşı döyüşürdü Babəkin yanında. Siz buradan deyirsiniz ki, Babək
türk olmayıb, özü nə ilə əsaslandırırsa onu, Babək yaşadığı dönəmlərdə Azərbaycan ərazisində türklər olmuyor. İndi gördünüz, mən sizə sübut elədim, türklər olub, faktla qoyuram ortaya. Azərbaycan ərazisi hər zaman türk soylu tayfalar yaşayıb burada. Babəkdən neçə minlər öncə. Sonra danışırsınız ki, Babək türk olsaydı, Babəki türklərin əli ilə öldürməzlər. Belə qaranlıq bir yazı verirsiniz orada və hamı da bunu dəstəkləyir, sizin ağıllı adamlar. Nəzərinizə çatdırıram ki, İslam xəlifəsi Harun Ər-Rəşidlə döyüşdü bu. İllərlə. Harun Ər-Rəşidin gücü çatmadı buna. Və Harun Ər-Rəşid öləndən sonra Harun Ər-Rəşidin yerinə gələn onun qardaşı Möhtəsim oldu. Möhtəsimin də anası Özbək idi. Özbək idi. Möhtəsim özü uşaq vaxtları Buxarada olur, Səmərqəndə gedirmiş uşaq vaxtı. Və Möhtəsimi Afşinlə bağlayan onun anasının Özbəkistandan Səmərqətli Buxaralı olması idi. Afşin isə hansısa bir dövlət ordusuna rəhbərlik eləmirdi. Afşin pullu, muzlu bir ordusu var idi. Afşin pul aldı Möhtəsimdən. Afşin pul aldı Möhtəsimdən Babəki tutmaq üçün. Və nəzərinizə çatdırıram ki, iki türkün arasındakı söhbəti, buradan çox üzülsəm ifadəmə görə, bu danqabaşlara mən buradan deyirəm. Babəkə talış fars deyənlərə. O Babək filmində də kiçik epizod verilib orada. Bunu Ziya Bünyadov özü də yazıb orada. Hələ Ziya Bünyadov da özü cənublu idi. Orada göstərilir ki, Afşinlə Babəkin görüşü zamanı Afşin Babəkə bir neçə dəfə onunla birləşib Möhtəsimə qarşı vuruşmağa tələb edir. Daha doğrusu deyir, gəl birləşək, Babəkə deyir, Möhtəsimə qarşı döyüşək. Sən türk, mən də türk. Möhtəsəm ərəb, Möhtəsim. Gəl birləşək. Bunu Afşin bu təklifi eləyib. Ən axırıncı təklifi gördü ki, Babək buna razı deyil. Babək dedi, mən kişi kimi təklif döyüşəcəm, mən belə şeyə əl atmaram. Gördünüz, Afşin nə deyirdi? Sən türk, mən türk. Möhtəsim ərəb. Gəl döyüşə ərəbə qarşı. Bunu ərəblər özləri yazıb öz tarixlərinə. Babək filmi özü ərəb tarixçilərinin yazılarına əsasən çəkilib. Onların senari onların yazılarına əsasən tutulub o filmdə də. Və tarixdə də bunu ərəb tarixçiləri özləri də yazırlar. Afşinin sonuncu, görür ki, Afşinin sonuncu Babəkə təklifi olur ki, Möhtəsim deyib ki, həqiqətən də Azərbaycanın demək, gəlir ki, Möhtəsimdir ki, İslam dinini qəbul et. İndi bunu da niyə deyirəm? Babəkə kafir deyənlərə, bunu ərəblər deyiblər də, Babəki gözdən salmaq üçün. Babəkin indi niyə kafir deyilib, ona aydınlıq gətirmək istəyirəm. Afşin gəlir, deyir ki, Babəkə, sən gəl müsəlman dinini qəbul elə, İslam dinini. Möhtəsim dedi ki, Azərbaycanın hamısını, ərəb xilafətinin də yarısını Babəkə verəcəm. Bir tək müsəlman dinini qəbul eləsin. Afşin niyə imtina etdi müsəlman dinini qəbul etməkdən? Bilirsinizmi, ay danqabaşlar? Ona görə ki, Babəkin tarixi sözü burada deyilib, hamımızda bilirsiniz, həmən Afşinə cavab olaraq bu tarixi kəlmələrini. Babək Afşinə dedi ki, mən Azərbaycanı da versə, Ərəbistanın laf deyir, bütün hamısını mənə versə, mən İslam dinini qəbul etsəm,
İslamın xəlifəsi yenə möhtəsimdir, yenə ərəbdir, İraqda oturur. Demək belə çıxır ki, mən İslam dinini qəbul eləsəm, gedib yenə də möhtəsimin qılıncının altından keçməliyəm. Çünki xəlifə odur, İslam xəlifəsi. Düzdürmü? Və tarixi bu sözü dedi Babək. Dedi, bir gün azad yaşamaq 40 il qul yaşamaqdan üstündür. Qul kimi yaşamaqdan. Bəli, bu bizim hökmüdar Şah babamızın sözləridir və bu bizim qürur mənbəyimizdir. Biz Babək Xürrəmlər Hərəkatının lideri Babəklə, Azərbaycan hökmüdarı Babəklə qürur duyacaq. Nə zamana qədər Azərbaycan xalqı, Azərbaycan türkləri var dünyada, Babək bizim qürur mənbəyimiz olacaq. Hər zaman. Ona görə də Babək haqqında irəli geri danışanlar məni dinləsinlər. Bu fikrimi dinləsinlər. Hə, o müəyyən adamlar var ki, məqsəd yönlü insanlar da olar. Onsuz da onlara nəyi sübut eləsin, yenə də buna razılaşmayacaqlar. Amma olanlar, faktlar bunlardır. Mən danışdıqlarım. Azərbaycan torpaqlarında Babəkdən 3000, 4000 il ondan öncə də türk soylu tayfalar yaşayıblar. Babək özü də türk olub. Türk olub. Babək niyə ərəb xilafətinə qarşı müharibəsi, onu ərəblər deyir ki, bayaq dediyim kimi də kafir olub o. Ərəblərə qarşı döyüşüb. Çünki Babək gəlirdi, Babək o karvanda Sarvanın köməkçisi olub. Gedirlərmiş digər məmləkətə, yerlərə, ticarət işlərlə məşğul olanda bu Sarvanın köməkçisi olub, dəvənin noxtası deyirlər də, ondan tutub aparan gənc bir oğlan olub 18 yaşında. O görür ki, gəlib Azərbaycandan, gözləri ilə görüb bunu, vergiləri, töycüləri qaldırdılar Azərbaycanda ərəblər. Sonra gördü ki, gəliblər ərəb xəlifəsinin hərəmxanasına 15 yaşında Azərbaycan qız uşaqlarını məcburi şəkildə aparırdılar. Və ərəblər özləri bunu etiraf edir. Yazırlar ki, Babəkin ərəblərlə döyüşünə, mübarizəsinə bais elə ilk bunlar oldu. Və bilirsiniz, qoy mən bunu da sizə açıqlayayım. Babək haqqında ərəb tarixçiləri yazır ki, Babək Xürrəmlər, Xürrəm şad deməkdir də, bilirsiniz. Yəni bu din olmayıb bu. Bu din olmayıb, bu hərəkat olub. Azadlıq, istiqlaliyyət hərəkatı. Xürrəmlər hərəkatı. Bunu Babək Xürrəmi din adını ərəblər qoyublar. Bu din olmuyor. Və güya bu din olub, güya bu dinin mənsub adamları, güya çox-çox üzr istəyirəm, ərəb tarixçiləri yazıb, homoseksualistlər olublar. Ondan sonra güya ki, kim gedirlərmiş o dağda ziyarət eləməyə, gecələr, nə bilim, bunun arvadı ilə, o bunun arvadı ilə çox üzr istəyirəm. Bunu ərəb tarixçiləri yazıb, çoxunuz da bilirsiniz. İndi mən sual eləyirəm, həmin o ərəb tarixçilərinin yazılarına və bu günləri Babək talışdı, Babək farssı deyənlərin sözlərinə inananlara sual eləyirəm. 20 ildən yuxarı öz azadlığı və istiqlaliyyəti uğrunda döyüşən bir xalqın qadınları, kişiləri bu qədər beqeyrət, binamus olarmı? Sual eləyirəm. Yəni bu 20 il döyüşən bu xalqın içində nizam olub, intizam olub, namus olub, şərəf olub, qeyrət olub ki, bunlar o boyda xilafətə qarşı döyüşüblər.
Onlar da yanlışdır. Çünki bizim şah babamızı gözdən salmaq və bununla da Azərbaycan türklərini, mənəviyyatını korlamaq, çirkləndirmək üçün idi bütün bunlar hamısı. Və keçmişi olmayan bir millətin gələcəyi də olmaz. Və buradan hər kəs ayıq-sayıq olsun. Ayıq-sayıq olsun. Babəki pisləyənlər Azərbaycan türklərinə düşmən mövqedə duran adamlardır. İndi iyul ayının 1-i bizim hökmdar babamızın ərəb xilafətinin vəhşi ərəblər tərəfindən vəhşicəsinə qətlə yetirildiyi gündür. Yox, çox üzr istəyirəm, mart ayında oldu. İyul ayının 1-də dünyaya gəlib və ərəb vəhşi ərəblər, ərəb xilafəti, ərəb xəlifəsi tərəfindən vəhşicəsinə qətlə yetirilib mart ayında. Uca Tanrımız onun məkanını uçmaq eləsin, yerini, məzarını nurla doldursun və bütün Azərbaycan xalqının, Azərbaycan millətinin qeyrət simvolu olan Babək Xürrəmiyə eşq olsun. Çox sağ olun. Tanrı Azərbaycanı qorusun. Tanrım millətimizi qorusun.